İsmayıllı rayonunun Heydər Əliyev prospektində yerləşən 111 və 113 saylı binaların sakinləri istilik problemi ilə üzləşiblər. Sakinlər bildirirlər ki, onlara göndərilən bildirişlərdə borc səbəbindən istilik verilməyəcəyi qeyd edilib. Ancaq hər iki binada yaşayanlar istilik təchizatı üzrə heç bir borclarının olmadığını və bu barədə öz aralarında yoxlama apardıqlarını da deyirlər. Hele onu bilmək istəyirik ki, səbəb nədəndir? Səbəb bizə aydınlaşdırılsın ki, görək bizim bu qədər hər bir ailəyə fərqli borclar gəlibdir. İndi kim yeyib, nə yeyib, onu bilmirik, bunu araşdırsınlar. Sakinlərin iddialarına görə əvvəl binaların istilik sisteminə nəzarət edən Elşad Hacıyev pulları yığıb və mənimsəyib. Hazırda isə borc vətəndaşların üzərində qalıb. Elşadın öz əlinə vermişəm. İndi mən xəstə adamam deyə doğub ölürəm öydə. Biz neçə ildir bu jildonlarda yaşayırıq ay bala. Allah and olsun, həmişə də pulun vermişik. İndi 2 ildir, 3 ildir bilmirəm artıb, artmayıb nədir. Vallahi ildə də vermişik. İndi üstümüzə nə qədər borc gəlib. Bəs mən ildə verdiklərim hara gedib? Neçə illərdə yəni normal stil olub da, elə vaxt top çox olub, elə vaxt top az olub. Amma bu ildən biz üçün problem yaranıb. Bu Elşad vardı burada işləyən, yəni məlum məsələ ki, bu bizim borclarımız olmayan borcları biraz şişirdiblər ki, bu qədər borcumuz var. Neyini biz də bina sakinə qalmışıq belə, o imkandan deyilir ki, yəni yox yerdən hardan var, yəni öz borcumuzu gücdən verib. Vətəndaşların adını çəkdiyi Elşad Hacıyevlə əlaqə saxlamaq istəsək də mümkün olmadı. Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətindən Xəzər xəbərə bildirildi ki, sözügedən 2 binanın ümumilikdə 4000 manat borcu var. 111 saylı binada ödəniş səviyyəsi cəmi 29%, 113 saylı binada isə 10% təşkil edir. Hər iki binada birlikdə cəmi 16 mənzil ödəniş edib. Qalan sakinlər isə ödənişdən yayınırlar. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, borclar ödənilmədiyi üçün binaların istilik təchizatı məhdudlaşdırılıb. Əgər sakinlər ödənişləri qrafik əsasında həyata keçirməyə razılıq versələr, istilik təminatı yenidən bərpa oluna bilər. Rafiq Həsənov, Nərmin Məmmədhəsənli, Xəzər xəbər.